Hepatit B xəstəliyində qaraciyəri zədələyən əsasən viruslardır. Əslində viruslar inkubasiya dövrü keçirdikdən sonra, yəni qaraciyər toxumasında yetişməyə başladıqdan sonra immun sistem ona qarşı mübarizəyə başlayır. Nəticədə qaraciyərdə əsas bu yoluxmuş qaraciyər hüceyrələrini, hepatositləri immun sistem məhv etməyə başlayır və bundan sonra qaraciyərdə dəyişikliklər başlayır. Yəni hepatit B xəstəliyində qaraciyərin zədələnməsindəki əsas səbəb viruslar deyil, məhz immun cavab məsələsidir. Yəni, hepatit B xəstəliyi immun protektiv xəstəliyidir. Əsasən, hiperaktiv immun sisteminə malik olan insanlar bu xəstəliyə yoluxduqda onlarda baş verən dəyişiklik daha sürətlə baş verə bilər. Nəticədə hepatit B xəstəliyinin ildırımvari formada inkişafını görə bilərik. Yəni, fulminant formasını görmək olar. Ona görə də onu bildirim ki, bəzi xəstəliklərdə, infeksion xəstəliklərdə zədəni törədən əsas məhz törədici deyil, immun sistemin verdiyi cavabdır və onun nəticəsində yaranan zədələnmədir. Hepatit B xəstəliyi haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, Dr. Nemo YouTube kanalında olan qaraciyər xəstəlikləri Hepatit B adlı videonu izləməyi sizlərə tövsiyə edirəm.